Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu li ehli taqva vel yakin. Ve salatu ve selamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ahli beytihi tayyibin tahirin el ma'asumin aleyhimussalam. Ve la'natu daim ala a'daihim ecma'in minel an ila qiyavmi yevmiddin. Artıq Ramazan ayının 12-ci günündəyik. Allah bu günə qədər tutduğumuz orucları qəbul eləsin və bu gündən sonra da bizə güc qüvvət versin, Ramazan ayını tamamlayaq. 12-ci günün duasında belə oxuyuruq. Allahümme zeyyini fihi bis-satri vel-afaf. İlahi, bu gün məni günahlarımı gizlətmək və iffət bağışlamaqla zinətləndir. Vesturni fihi bil-libasil-qunu'i vel-kafaf. İlahi, bu gün mənə qənaətçilik və kifayətçilik libasını geyindir. Vahmilni fihi ələl-adli vəl-insaf. İlahi, məni bu gün ədalətə və insafa yönəld. Və aminni fihi min kulli mə əxafu. İlahi, bu gün qorxduğum hər bir şeydən məni amanda saxla. Bi'ismətikə ya ismətəl xaifin. Səni ismətinə and verirəm, ey qorxanları qoruyan. Bugünkü günün duasında biz Allah'tan bir neçə gözəl əməli istəyirik. Dua edən zaman Allah'tan bu əməllərə, yəni yiyələnməyi, malik olmağı istəyirik ki, onlardan iffət istəyirik, iffətli olmaq, ədalətli olmaq, insaflı olmaq, Allahın pənahına sığınmaq və eyni zamanda biz Allah'tan bir gözəl bir əməli də istəyirik ki, libasul qunu, yəni ilahi bu gün mənə qənaət libasını geyindir. Qənaət biz baxanda İslam yəni göstərişlərinə baxanda qənaət israfın müqabilində dayanan gözəl bir əməldir. Necə ki İslam dini bir tərəfdən qənaəti bizə tövsiyə edir, qənaətin gözəl bir əməl olduğunu bizə bəyan edir, digər tərəfdən onun əksində dayanan, müqabilində dayanan o israfçılığı məzəmmət edir. Yəni israfın gözəl bir əməl olmadığını həm insana, həm insanın özündən də əlavə ətrafdakılarına da zərərli, yəni faydası olmadığını bildirir və məzəmmət edir. Bugün qənaət və israf haqqında istərdim biraz danışım. Qənaət elə bir əməldir ki, insan özündən başqasına möhtac olmur. Yəni insan qənaət etməklə qəni olar, yəni özündən başqasına ehtiyaclı olmaz. Qənaət o demək deyil ki, bəzən insanlar görürsən səhv düşünür. Yəni qənaət o demək deyil ki, insan ehtiyacına pul xərcləməz. Yəni əlində pul var və ya nəyəsə də ehtiyacı var, ona pul xərcləməsi xeyr. Qənaət odur ki, insan ehtiyacına qədər, yəni ehtiyacı nə qədərdirsə, o qədərini xərcləsin. Ehtiyacından artığına xərcləsə, artıq bu qənaətdən çıxmış olar, israfa tərəf getmiş olur. Qənaət insanı yəni qəni edər, zəngin edər, ehtiyacsız edər. Allahın sifətlərindən də biri əl-qənidir. Yəni Allah ehtiyacsızdır. Allahın nəyəsə, kiməsə ehtiyacı yoxdur. Allah möhtac deyil. Allahın heç nəyə ehtiyacı yoxdur. Yəni qəni sifəti odur. Qənaətdə insan ehtiyacsız edir. Qənaət də yəni insanı ehtiyacsız edər. Bir insan əgər qəni olarsa, malına qənaət edərsə, yəni özünü kiməsə möhtac bilməz, özünü kiməsə ehtiyaclı bilməz. Qudsi hədislərin birində belə bir hədis nəql olunur. Allah Vuhallahu ilə Davud. Allah Həzrət Davud əleyhissalama belə vəhiy etdi. Və da'atul ghina fil qana'a. Mən Allahın, yəni deyir ki, Allah deyir ki, mən zənginliyi, ghinanı, yəni zənginliyi qənaətdə qərar verdim. Və hum yatlubunahu fi kəsrətil mal. Amma insanlar onu malın çoxluğunda gedib axtarırlar. Belə düşünürlər ki, yəni malın çoxluğu insanı zəngin edər, ehtiyacsız edər. Fəla yecidunahu, heç vaxt onu əldə edə bilməzlər. Yəni baxmayaraq ki, yəni malın çoxluğu, yəni insanlar belə düşünür ki, malın çoxluğu onu zəngin edər, amma heç vaxt o zənginliyi, yəni o qina, o yəni ehtiyacsızlığı əldə edə bilməzlər. Həqiqətən belədir. Yəni insanlar zənginlik deyəndə zehinlərinə nə gəlir? Malın çoxluğu, varın çoxluğu, dövlətin çoxluğu. Zəngin olmaq heç də o demək deyil ki, insanı nədənsə ehtiyacsız edir.
Yəni bir insanın əlində varı, dövləti, malı olarsa, bu o anlama gəlmir ki, o mal, var, dövlət öz sahibini ehtiyatsız edir. Əgər biz insanlarda belə bir bölgü aparsaq, yəni zəngin və kasıb, fəqir insan da öz ehtiyacına uyğun nəyəsə ehtiyacı özünü bilir. Zəngin adam da öz malına görə, varına görə, öz halına görə özün nəyəsə möhtac bilir, özün nəyəsə ehtiyaclı bilir. Amma insan qənaət edərsə, yəni bir şeyi, istər fəqir olsun, istər zəngin, fərq eləməz. Yəni əlində olan pulu ehtiyacı qədər xərcləyərsə, bayaq oxuduğumuz hədisə görə ən zəngin insan odur. Niyə? Qəni insan odur. Niyə? Nəyəsə ehtiyac özünü möhtac bilmir. Nəyəsə özünü ehtiyaclı bilmir. Bir şəxs Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən soruşdu ki, yəni belə bir sual kimi ünvanladı ki, "Uhibbu an akuna aghnan nas." Ey Allahın Rəsulü, mən insanların ən qənisi olmaq istəyirəm. Peyğəmbər buyurdu ki, "Kun qaniyan takun aghnan nas." Qənaətçil ol, sən insanların ən qənisi olarsan. Yəni xərcləməkdə, pul xərcləməkdə qənaət elə, ehtiyacın qədər xərclə və ehtiyacını ödəyəndən sonra ki, sən özü nəyəsə möhtac bilmirsənsə, ən zəngin, ən qəni insan sənsən. İmam Muhammed Baqir əleyhissalam buyurur, "Mən qəniə bima razaqahullahu fəhuvə əğnən nas." Hər kim Allahın verdiyi ruziyə qani olsa, yəni qənaət etsə, qani olmaq, qənaət etmək eyni kökdəndir. Bəs o, insanların ən zənginidir. Yəni, burada ərəbcə ibarə əğna gedir, yəni insanların ən ehtiyatsızıdır. Ki, biz də bunu belə bir ifadə eləyə bilərik ki, yəni ən zəngin insan odur ki, Allahın verdiyi ruziyə qənaət edər və özünü nəyəsə möhtac bilməz. İnsan bəzən nəyəsə özünü möhtac biləndə onun qarşısında aciz də olur. Ona görə insan Allahın verdiyi ruziyə qani olmalı, qənaət etməli və bunun da nəticəsində İmam buyurur ki, həmin şəxs insanların ən zəngini olar. Əmir əl-Müminin əleyhissalam buyurur, deyir ki, "Ətyabul ayşi əl-qənaə." Ən gözəl yaşayış odur ki, insan qənaət eləsin. Yenə dediyimiz kimi, niyə? İnsan qənaət etməklə artıq nəyəsə, kiməsə möhtac olmadığını dərk edir və Əmir əl-Müminin əleyhissalam buyurur ki, elə ən gözəl yaşayış budur ki, insan özünü kiməsə möhtac bilməsin. Bayaq vurğuladıq ki, qənaət etmək gözəl bir əməldir, bəyənilən bir əməldir, necə ki, hədislərdə oxuduq. Eyni zamanda qənaətin müqabilində dayanan israf etmək. Həm ayələrdə, həm hədislərdə biz görürük ki, israfçılıq nə qədər məzəmmət olunur, bəyənilməyən pis bir əməllərdəndir. Quran-ı Kərimdə israf haqqında bir neçə ayələr var. Bu ayələrin biz məzmununa baxsaq, tərcüməsinə baxanda görürük ki, həm israfçılıq məzəmmət olunur, həm israf edən şəxs məzəmmət olunur. Yəni, həm əməlin özü bəyənilmir, həm də ki, o əməli icra edən şəxs də bəyənilmir. Ayələrin birində Əraf surəsi 31-ci ayədə Allah təbarək və teala buyurur, "Kulu vəşrabu və la tusrifu innahu la yuhibbul musrifin." Yeyin, için. Görürsünüz, burada Allah əmr edir. Yəni, əmr edir ki, yeyin, için. İnsan yeməkdə, içməkdə nədir? Sərbəstdir. Amma sonra buyurur ki, "Və la tusrifu." İsraf etməyin, yəni həddini aşmayın. Ehtiyacınız qədər yeyin, için. Niyə? Çünki Allah israf edənləri sevməz. İsraf edənlərə itaət etməmək. Məsələn, bir insan görürsən israfçıldır. Ayədə bizə buyurur ki, وَلَا تُطِعُوا أَمْرَ الْمُسْرِفِينَ. Şüəra 151-ci ayədə. İsraf edənlərin əmrinə, yəni israf edənlərin sözünə itaət etmə. Çünki o Allahın buyurduğunun əksinə gedirsə, o insana doğru yol göstərməz. O insana yəni doğru istiqamət verməz. Ona görə buyurur ki, israf edənlərə itaət etmə. İsraf edənlər Qafir surəsi 43-cü ayədə buyurur ki, onlar cəhənnəm əhlidirlər. وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ. Həqiqətən israf edənlər cəhənnəm əhlidir. İsraf dediyimiz kimi, yəni bir şeyin qədərindən artığını xərcləmək, istifadə etmək.
Və İsra surəsi 27-28-ci ayədə də buyurur ki: "Və la tubziru tabziran innal mubazzirina kanu ihvanuş şeyatin və kana şeytanu rabbihi kafura." İsraf etməyin. Yəni artıq ehtiyacın artıq pul xərcləməyin. Həqiqətən də israf edənlər şeytanın qardaşlarıdır, şeytanların qardaşıdır və şeytan da Rəbbinə kafir olmuşdur. Ki bu ayədə bizə onu göstərir ki, israf etməklik şeytani bir əməldir. İsraf edən də şeytanın qardaşı qismindədir. İsrafın həddi haqqında İmam Sadiq əleyhissalamdan gözəl bir hədis nəql olunur ki, hansı əməl, hansı həddə çatanda israf olar. İmam elə bil ki, bu bir cümlə ilə israfı bizə tamam göstərmiş olur. Buyurur ki, "Mən şəribə min ma'il furat və əlqa baqiyyətəl qavz xaricəl ma." Hər kim Furat çayının qırağında olsa, bir kuzə məsələn su götürə içə, bir stəkan su götürə o Furat çayından, onun yarısını içə, məsəl üçün, yarısını da sudan kənara ata. İmam buyurur ki, fəqət əsrəfə, artıq o şəxs israf edib. Baxmayaraq ki, yanından, yəni o boyda çay axır, o şəxs oradan bir kuzə, bir stəkan su götürür, yarısını içir və yarısını da suya yox, kənara atırsa, imam buyurur ki, o şəxs artıq israf etmiş. Bu hədisdən belə nəticə əldə etmək olar. Yəni bir düstur kimi, özümüz bir qayda kimi belə nəticə əldə edə bilərik ki, baxmayaraq ki, insanın yanında mal çoxdur və yaxud da ki, hansısa bir istifadə edəcəyi əşya çoxdur, o insan ondan artığını istifadə edərsə, ehtiyacından artığını istifadə edərsə və artıq da zay olub aradan gedirsə, o şəxs nədir? Musrif sayılır, yəni israf etmiş sayılır. Bəzən də insan bir gözəl əməl yerinə yetirən zaman da israfa yol verir. Düzdür, hədislərdə var ki, israfda xeyir yoxdur və xeyirdə israf yoxdur. Yəni, israfın özündə bir xeyir yoxdur. Amma bir insan xeyir əməl edən zaman nə qədər o xeyri çox eləsə, israf etmiş sayılmır. Məsələn, sədəqə vermək xeyir əməllərdəndir. İnsan nə qədər sədəqə versə, deməzlər o israf edib. Və yaxud da ki, gözəl bir əməllərin hər birini misal çəkmək olar. Yəni, nə qədər sən o gözəl əməlləri yerinə yetirərsən, orada israf həddi olmaz. Amma bəzən də biz görürük ki, yəni insan bir xeyir əməli görəndə orada israfa yol verir. Xüsusən də, məsələn, dəstəmaz alanda. Dəstəmaz üçün, məsəl üçün, bir yarım litr su lazımdırsa, dəstəmaz alan şəxs bəzən kranın suyunu açıq qoyur, İkinci bir şəxsin dəstəmaz alacağı qədər su axır gedir. Bu artıq nə sayılır? İsraf sayılır. Bu haqda bir rəvayət də nəql olunur. Allah Resulü sallallahu aleyhi və səlləm Səd adlı bir şəxsin yanından keçən zaman Səd dəstəmaz alırdı. Dəstəmaz alan zaman suyu həddindən artıq çox istifadə edirdi. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurdu ki, bu nə israfçılıqdır ey Səd? Yəni sən niyə israf edirsən? Səd cavabında belə cavab edir ki, dəstəmazda da israf olar. Necə ki, qeyd etdim ki, insan düşünür ki, mənim etdiyim əməl xeyirdir, yəni burada israf olmaz. Peyğəmbər buyurur ki, yəni Səd buyurur ki, dəstəmazda da israf olar. O da belə düşünür ki, mən Allahın vacibatını yerinə yetirəm, namaz üçün dəstəmaz alıram, yəni burada nə israf? Peyğəmbər belə buyurdu ki, bəli, baxmayaraq ki, sən axan bir çeşmənin yanarında olsan belə. Yəni, baxmayaraq ki, sənin yanından bir çeşmə axır, bulaq axır, çay axır, sən oradan, məsələn, bir vedrə su götürürsən, onun bir miqdarını istifadə edirsən dəstəmaz üçün, qalanını da kənara tökürsənsə, bu nə sayılır? Yəni, israf sayılır. İnsan ona görə gərək xeyir əməllərində yerinə yetirərkən diqqət eləsin ki, məsələn, misal vurduq dəstəmaz kimi, yəni suyu həddindən artıq istifadə eləməsin. O qədər suyu istifadə edir ki, ondan sonra bir iki nəfər, üç nəfər o suydan dəstəmaz ala biləcək hətta. Peyğəmbər buyurur, o hədislərdə də buyurdu ki, bu hədd nə sayılır? İsraf sayılır. Niyə? Çünki insan dəstəmaz alan zaman ona lazım olan suyun miqdarını o həddə aşır. Ona görə insan gərək əməllərinə diqqət eləsin, həm qənaət nöqteyi nəzərdən, həm də ki, israfçılığın qarşısını almaq üçün israf etməsin. Allah bugün tutduğumuz orucları qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin.
Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.